Herkese salam dostlar. Ben Ela ve size kanalıma hoş geldiniz. Welcome. Kanalımıza hoş geldiniz. Yazılan birinci hissesi. İndi sonunda vlog kamerasını atabildim. Gəlindən də başım işe qarışıb, tam da işe gidip yerim. Onu diye atabilmirdim. Aa, burada süpercikler. Beğendim. İndi gedirik şeye, Targovya. Görək orada Christmas marketler var. Alarıq bir şey. Qaraqın geçip maraqlı bir şey olsa alıp onlar da yoxlayarıq. Yeni gedirik şeye, karavana. Ben oraya hələ getməm üçün mən həmişə çöldən baxanda girmək istəyirdim. İşte ora, görək nə var. Yol keçər sonra atarım. Evet arkadaşlar, bilet qutarandan sonra çəkmək yadına düşdü. Isıp değişti ama neyse. Teşekkür edikler bedemeye. Çok adam var. Bu yandan gidip yol kadar şaşırt seçmek. Evet arkadaşlar, sonunda cevap evet çıkabildik. Yine bu benim klasik cümlem olup da artık. Bu da tanımarsız yektin ama yazandı. Targovda çok adam var idi. Aşırı çok adam var idi. Biraz telefon ayrı durursa. Targovda aşırı çok adam var idi. Ona göre içeri girmedik. Yani cəmi bir dənə ya da iki dənə şəkil çəkə O da buralara bir yere koyaram. Uşaqlarımızı gətirdi. Bu Zuli'di. Bu Yodinadı. Bu da Piguli'di. Evet, bugün şeyler satacağıq. 2 dənə satacağıq. Ne yapıyorsunuz beyefendi? Beyefendi. 17 ve 18'de satacağıq. 17'yi mən atıram. 18'de yazasınız. Alım kaldırdı. 17 buradadır. Bilirsən. Bax, nədir? Bu nədir? Böyle bir şey çıktı. Bu şeydi. Pomadadır. İndi çekdik 18'e. 18'e Elcan Bey, siz mi atmaq istərsiniz? Qoyları ondaki yere koyup 18. Hı? 18. 18 buradadır. Götürüyorum 18'i. Görüşürüz da. Evet, yaşımı atsın. Oha da yani. Ne? Tam ihtiyacı olan şeydi. Bugün soruşturmada da bu ihtiyacım olan bir şeydi demiştin. Bundan demiştin. Dün şey astı ne? Hediye. Onu sen sıkmıştıydın bu. Biliyorsun. Çok yaxşı. Ne çok danış diye. Çok yaxşı. Sen deyirsən ki, tam ihtiyacım olan şey. Ay seni yürüdüm cımbız. Bakın zərli. Çok geçeydi. Çok geçey. Həqiqi ihtiyacım olan şey çıktı. Bu Advent kalender məni düşünərək yaradılıb həqiqətən. Bunu artıq buradan çıxara bilərəm. Alışqanlıq oldu. Qutuların içine atıram kesin. Bunu da çıxartdıq. 17'yi de. 18'i de götürmüşüm ben. Bunu da götürdüm. Bunları koyduk bura. İndi keçdi şeye. Buna. 17'den çıxan mənim olsun. 18'den çıxan da sənin olsun. Nasıl fikir? 17'ni atıram. Bu çıxdı. 18 yaşını alsın. 18 haradadır? 18. Bu da 18 buradadır. Atıyorum. O benim olsun da. O benim olsun. Güzel şey. Exchange. Evet dedim. Sattım öyle verdim. Atıyorum, bu tarifti. Tamam, atlayamam. Teşekkürler. Ben bunları çok sevmiştim.
Evet, indi neyirik? İndi gedirik tok pişirməyə. Elcə mən kömək eləməyəcək deyəsən. Evdən işi var. Mən gim tok pişirim, sabah işi tort aparacağım. Herkese yeni bir günden salam dostlar. Ben de tort pişebildim. Ne tortu son halı pişebildim. Çünkü portakalda ne yazıda telefonumun şarjı az idi. O yüzden yetişemedim. Tortken sonra da yadımda çıktı. Tortta yedik. Ama çok geçen gelmiştim. Tamam dostlar. Ədvən kalendarlarımı güya hər gün açacaqaydım və səsimdən də gördüyünüz kimi xəstə olmuşam. Amma hər gün aça bilmədim. Bunun səbəbi də işə gedib gəlirəm və işdən gələndə çox yorğun oluram. Ona görə telefonu yəni kameranı aça bilmirəm falan filan. Amma yəni bu videonu da sona çatdırmaq istəyirəm. Ona görə bu gün qərar verdim ki, qalan bütün günlərimizi indi açaq. Bu arada bu gün ayın 28-idir. Yeni ilə sadəcə 3 gün qalıb. Amma mən hələ də bunları açıb qurtarmamışam. Amma yəni özüm də açmamışam. Nə açmışamsa videoda açıqlarımda onun əlavəsini açmamışam. Ona görə düşündüm ki, indi açıq qutaraq və ondan çıxan şeylər var. Makyaj şeyləri falan. Onlarla makyaj eləyək. Və ədvən kalendarları qutaraq. Bundan sonraki videomda da bizim toy vlogu hələ də qalıbdı. Toy vlogunu çəkməyi düşünürəm. Ona görə dedim, hazır ki, indi evdəyim və vaxtım var. Bu videonu çəkim qutarım. Ondan sonra keçəcəm toy videosunu çəkməyə. Sadəcə indi, bilmirəm indi bunun üçün hansı makyaj var. Sadəcə indi çıxanlar, məsələn, blush çıxmışdı. Far paleti çıxmışdı. Bir də pomada çıxmışdı. Bilmirəm, başqa malzemələr çıxacaq yoxsa yox. Amma çıxmasa belə, yəni bunları da yoxlayarıq. İnanırsınız, hansı gündə qaldığımı belə unutmuşam. Amma mən bilən 17-də qalmışdıq. 17-yə bir baxın. Bu arada ikisi də yəni qalıbdı. Bu da qalıb, bu da qalıbdı. Ona görə bir bundan aç-aça gedərik. Əvvəlcə ona görə 17-nə baxın. Axırıncı dəfə açmışam burada. 18-də baxım. 18 hardadır? 18. Bunları tapınca... 18'de açmış. 19'daymışım. Lan. Ben öyle bildim ama 18 değil. Neyse 19'dayım. 19'dan başlıyor. 19. Tabii ki yoxlayacağıq. Maskaramızı çıxdı. Demək ki, göz makyajımız qutardı. Göz makyajımıza ait hər şey çıxdı. Keçdi indi 25. Oha! 25 axırıncıydı. Elə bilirəm 30'du. Bu Qasımın aynası var. Bunu istifadə edirəm. Evet. Belə prosto düz dursun. Gedim şey götürüm gəlim. Qələm də çıxmışdı. Qələm də götürüm gəlim. Gəldim və bu da çıxan lip liner. Mən burada şey çıxmadı deyə üz üçündə, yəni nəsə. Ona görə üzümə bir balaca qapatıcı vurdum ki, üstündə makyaj çok qəşəng dursun. İndi başlaya bilərik. İşte bunun dediğim biraz düz dursun. İstəyəcəm.
Bak şey. Güzel. Güzel. Bunu başlayaq. Öncə göz makyajından başlayaq məncə. Mən həmişə birinci fardan başlayıram. Saçlarımı da bura qoyuram. Saçlarımı fərqli çalacağım. Bunları sadəcə qəşəng görünür deyə aldım və sadəcə qəşəng görünürlər. Tamam. Fırçanla yoxlayaq. Baxın ama çox şirindirlər. Evet. Güzel oldu. Yani pis değil. Şeydi bence. Yine işıqlı göstərdim ama sonra da gəlib bunu yoxlayacağım. Bundan da siləcəyim. Görək nə olur. Bunları sonra yoxlayaram. Ha bu arada bunu yoxlamadım düzü. Şampunu yoxladım, qəşəng idi. Bu da qəşəng idi. Bunu da bəyəndim. Bunu ama yoxlamamışım hələ də. Çünki hələ də nə oldu bunu şey deməmişim, anlamamışım. Gərək çəkibdən soruşum. Sonra bu da çıxmışdı, ətir. Bu da cidden çox qəşəngdir. Yəni bunu orada çıxsa bunun ətini ala bilərdim. Amma qalıcılığını düz çox yoxlamadım. Sadəcə qoluma vurmuşdum və yəni buram vururdu qoxusu. Tam sumkaya atmalıq falandı. Sanki bura daha işıqlıqdır kimi gəldi. Baxın, belə görünür. Məncə qəşəng görünür. Makyajım pis görünmür. Göz makyajım da belə. Yəni pis deyil. Tuş da burada ayaq. Yəni mənim gözümdən maksimum yaxşı duradı beləcə şey budur da. Böyle indi makyajımızı silək. Çünki evdə makyajla oturmaq istəmirəm. Tamam, makyajımızı qutardığımıza görə artıq silə bilərik. Şaş elə bir gün eləyərdim ki bu videonu. Bundan sonra çölə çıxmam. Amma bu makyajla da araya gedəcəm. Orası da var. Belə görünür. Biraz belə eləyək. Neyse ona görə Advent kalender şey yetişəcəm onda. Anlamaz. Ama o akşam düzəldəcəm onu. Neyse en yaxşısı silək. Sonra eybi yox, təzmin eləyərik. Onsuz da məncə bu makyajla Advent kalender şey deməyim. Kalendar deyib bir də karakter var idi, hansı üçün odur. Yadıma gəlir.
Ha, bu tamamen səyahət boyluqdur. Tətillərimdə artıq işlədərəm bunu. Bunca üzüm. Üzümdə həqiqətən işdə qalmalı. Tuşu belə yaxşı demə. Sadəcə tuşda biraz qalmış kimidir. Onu da yəni məndə təmizlən çoxu tuşu tam təmizlənmir. Gərək o yağlı şeylərlə yuyasın. İşte böyle işte şeyi bəyəndim. Son fikirlərim Əlvan kalendarı haqqında. Bəyəndim məncə, yəni yaxşıdır. Sadəcə içindən çıxan şeyləri belə saysaq, yəni okey. Makyaj malzemələri də yəni yaxşı idi, düzü. Mən bəyəndim. Sadəcə məndə bu dediyim kimi fırça problemi var idi, amma pomadası yaxşıdır. Bu da yaxşıdır. Sadəcə biraz şeydir, çox tez pigment uçur və biraz dağıtmaq şey olur. Amma belə rahat vursaz ola bilər. Maskalarını sadəcə yoxlamadım. Maskaları da yoxlayacağım. Maskaları da yoxlayanda video çəkərəm. Hətta şeyi düzəldəndə, vision boardu düzəldəndə, düzəldəndə ya əvvəl ya da sonra maskaları da yoxlayarıq. Baxın. Çıxırıq çölə. Gedirik sonunda. Bu Park Boulevard tərəfdə şey vardı. Christmas marketləri vardı. Orada makaron kimi şey var idi, deydim sizə. Ona yeməyə gedirik və vision boardumu da düzəltdim. Baxın, belə tatlış bir şey oldu. Çox qəşəng oldu. Orası da belədir. Çok güzel oldu. Bəyəndim. İnşallah bu il bura qoyduğum hər şey həqiqi olar. Amma mənimki də var idi. Amma mən saçımı belə yığdığım üçün qoya bilməyəcəm. Və şey də var, baxın. Nəysə, mən də taxarım. Ümidçilərlə. Və sizə, mən 3 ildir üyəm. Evet, 3 ildir. Vision board hər il düzəldirəm il sonunda. Və demək olar ki, oraya qoyduğum şeylərin həqiqətən də 80-90 heç görünmən ki, kamerada 80-90% həqiqi olurdu. Bu il məsəl üçün qoyduqlarımın 80% həqiqi oldu. Evet. O 20% həqiqi olmadı. O 20%-ni yenidən bura qoydum. Həqiqi olanda da qoydu şeyi. Həqiqi olanda sizə göstərəcəm ki, yəni kesin il olmadı, amma bu il içində oldu. Bu il gerçəkləşməsini istədiyim ilk şeylərdəndir. Demə nədir? Elə işte, indi çıxaq çölə. Çöldə nəsə alsaq o şeylər sizə göstərirəm hansı olduğunu. Sonra da gəlib maska eləyəcəyik bugün. Maska eləyərik. Sonra da videonun sonunu çəkərim. Evet arkadaşlar, aldık sonunda. Səhərdən də makaron deyə qalmışam. Aşırı duzlu diye. Tuzludur. Deneyim. Düzdür. Aşırı tuzlu. Reklamı kurban oldu. Bunun üstüne püstər dadı. Dadı yaxşı. Azıma daha geçen eləyər. Bəli. Tamam. Eləmişəm. Dondum. Elim dondu. Bay. Eləmişəm. Eləyib, tamam. Evet arkadaşlar, eve gəlib stabildik. Getdik Christmas marketə. İndi də maska eləyirəm. Maskanı eləyirəm. Christmas marketdə o şeyi yedik. Dediyim o var idi. Rəngi yoxdur bunun. Nə istəyir necədir? Dediyim o makaronlu şeydə, fettuccine. Fettuccine yedik. Dadı qəşəngdir, amma çox şoruydu, orada dediyim kimi. Bu arada Port Bakudakı Christmas marketdə bir şey yaxşıdır, az adam var. Çox az adam var. Bir şeydə pisdir ki, çox az çeşid var. Çeşid çox az idi. Yəni sadəcə şey idi də. Orada yeyə biləcəyiz. 2 şey var idi yeyə biləcək. Bir takoydu. İkincisi də şey idi. Fettuccine idi. Başqa heç nə yox idi yeyilməli. Həqiqətən heç nə yox idi. Bir də kofedir. O bir də var ya, bir dənəsi.
Belki görmüşsünüz, viral olmuşdu. Kopa alırsan içindən şey çıxır. Çaydı mı, kofedir mi bilmirəm nədir. Altından ördək çıxır. Oh, bir də o var idi orada. Yəni başqa çox bir şey görmədim düzü. Bir dənə bir şey yaxşı idi, azdan var idi. Bir şey pis idi, az çeşid var idi. Öyle işte. Bir gün falan sabah yox, sabah çölə çıxmağı düşünmürəm bu şeyə görə. Yeni ildə çox adam olur şəhərdə. Ona görə bir gündə bu sahil tərəfdə olan var ev. Oraya getməyi düşünürəm. Görək orada nə vardı. Maskanı da üzümdə hər yerə vurdum. Gələn videoda sizə deyərəm necə olduğunu. Sadəcə yəni belə görünmür üzümdə maska olduğu, çünki çox rəsizdir. Nəysə belə çox danışmayım. Bu videoda bu qədər olsun. Videoma like atmağı, yorum yazmağı, abunə olmağı əsas unutmayın. Gələn ilkim Vision Board'umda gələn ilk hədəflərimdən biri YouTube'da 1 milyon olmaq idi. Onu bir daha şey eləsək mutlu olarım. Hadi o zaman. Bay bay. Hər kəsin yeni yılı kutlu mutlu olsun və bu il üçün qoyduğunuz bütün xəyallarınız ya da diləkləriniz həyat keçsin. Hadi bay. Bu arada qəşəng deyil. Bay.